Salam. 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanı, ikinci qrup riyaziyyat suallarına baxırıq. Birinci sual. Limit eyni yaxınlaşır sonsuzluq. Bu tipli məsələlərdə ən yüksək dərəcəyə bölürük hər bir həddi. Ən yüksək dərəcəli həddin əmsalları nisbətini hesablayırıq. Burada 49 kök 49. Məxrəcdə isə kök 16. O da bərabərdir 7 bölünsün 4. Düzgün cavabımız. İkinci sual. ABC müxtəlif tərəfli üçbucağı. ABC. AB tərəfi 5, BC tərəfi 12, bucaq B-də kiçikdir 90-dan. Düsturumuz var. Alfa kiçikdir 90 olduqda C tərəfi digər iki tərəfin fərqindən böyük, kvadratları cəmindən isə kiçik olacaqdır. Burada AC tərəfi 12 minus 5, bir də 12'nin kvadratı plus 5'in kvadratından kiçik olmalıdır. Deməli 7'dən böyük, 13'dən kiçik ola bilər. AC tərəfi ala bilir 8, 9, 10, 11, bir də 12 ala bilər. Ancaq burada müxtəlif tərəfli dediyinə görə 12'ni silərik. Çünki 12'yi yazsam bərabər yanlış bucaqlı olacaq. Ona görə də mümkün qiymətlərin sayı 4'dür. B variantı. Üçüncü sual. Həcmi 729 olan kubun tilləri AB 4, AC 7 olan piramidası kəsilmişdir. Kubun qalan hissəsinin həcmini tapın. Kubun həcmi AB verib bizə 4, AC verib bizə 7. Kubun həcmi 729'dursa A kubu bərabərdir 729, A bərabərdir 9'a. Deməli, üçüncü tilimiz də 9'dur. Bu piramidanın tilləri qarşılıqlı perpendikulyardır. Yəni, kubun bütün, bax bu, bir təpəsindən çıxan 3 tili bir-birinə qarşılıqlı perpendikulyardır. Əgər qarşılıqlı perpendikulyardırsa, piramidanın həcmi A vurulsun, B vurulsun, C bölünsün 6'ya bərabərdir. A'mız 7'yə, B'miz 4'ə, C'miz isə tapdıq 9'a bərabərdir. 6'ya bölək, ixtisarımızı aparsaq 3, 2, 2 ilə də 4 ixtisar getdi 2, 42. Bizdən qalan hissənin həcmini tapmaq üçün V bərabərdir. V qalan böyük kubdan 729'dan çıxacaq 42'ni bərabərdir. 729'dan da 42 çıxanda qalır 687. Düzgün cavabımız Y variantı. Dördüncü sual. Y bərabərdir 9 üstü sinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Bax, bu sinus x'in yerinə bir dəfə mənfi 1, bir dəfə də müsbət 1 yerləşdirir. Deməli, Y f'imiz bərabərdir 9 üstü mənfi 1, bir də 9 üstü 1 bərabərdir 9'da 1, bir də 9 aralığa. Düzgün cavabımız D variantı. Beşinci sual. Fx bərabərdir x kvadrat minus 2x plus 1 funksiyasının artma aralığını tapın. Funksiyanın artma aralığını tapmaq üçün iki formada işləyə bilərik. Birincisi, törəməni sıfırdan böyük bərabər götürməklə və yaxud da ki, bu funksiya x minus 1'in mötərizə kvadratıdır. Fx bərabərdir. Funksiyanın qrafikini qursaq, x-ə 0 verəndə y olur 1. Bax, funksiyamız bu şəkildədir. Mənfi sonsuzluqdan 1'ə kimi funksiya azalır. 1'dən müsbət sonsuzluğa funksiya artır. Deməli, funksiyanın artma aralığını deyirsə, 1'dən müsbət sonsuzluğa. Və yaxud da m-in qiymətini hesablayaraqdan da qrafik qurmadan çəkə bilərik. Mənfi b bölünsün 2a, mənfi 2 bölünsün 2. Sonsuzluqdan 1'ə kimi funksiya azalır, 1'dən müsbət sonsuzluğa funksiya artır. Düzgün cavabımız 1'dən müsbət sonsuzluğa Y variantı. 6-cı sual. Perimetri 20 olan bərabər yanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir.
Beraber yanlı trapesiya. Beraber yanlı trapesiyanın yan tərəfi orta xəttə bərabərdir. Yəni orta xətt L-dir. Bu tərəf AB-dir. A plus B bölü 2. Digər elin yerinə də yaza bilərik. A plus B bölü 2. Figürün perimetri A üstə gələk B. Bu ikisini də toplasaq A üstə gələk B. Verir bizə perimetr 20'dir. Buradan A plus B bərabərdir 10'a. Trapesiyanın yan tərəfini soruşur. Yan tərəf bərabərdir. Orta xəttə bərabərdir. 10 bölünsün 2 bərabərdir 5'ə. Düzgün cavabımız C variantı. 7-ci sual. Məktəb olimpiyadasında 200 sayda oğlan 200 nəfər. Qız 300 nəfər qız var. Ümumi deyir, oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Bütün iştirakçılarımız verir bizə 500. Oğlanları soruşur deyə surətə 200. Faiz nisbətini tapmaq üçün 100%'ə vururuq. O da verir bizə 40%. Düzgün cavabımız A variantı. 8-ci sual. Sinus x çıxılsın kosinus x bərabərdir 0 tənliyini həll edin. Bu tənliyi həll etmək üçün hər tərəfi bunun əmsalı 1'dir də. Kök 1'in kvadratı plus 1'in kvadratına bölək. Verir bizə kök 2. Kök 2'yə bölsək hər tərəfi olur belə 1 bölünsün kök 2 sinus x minus 1 bölünsün kök 2 kosinus x bərabərdir 0 bölünsün kök 2. Demək, kosinus 45 kimi yazsaq birincini, kosinus 45 dərəcə, sinus x çıxılsın, sinus 45, kosinus x bərabərdir 0'a. Bu ifadəyə diqqətlə baxsaq, sinus alfa minus beta'nın açılışıdır. Sinus x çıxılsın 45 dərəcənin açılışıdır. X çıx 45 dərəcə bərabərdir pi k, sinus 0'ı pi k'da alır, x bərabərdir pi böl 4, yəni 45 sağa keçirdik. Plus pi k. 45 dərəcə plus pi k. Düzgün cavabımız C variantı. 9-cu sual. AB'nin hansı qiymətində çoxhədlisinin qüvvəti 5'ə bərabər olar? Diqqətlə baxsaq, dərəcənin 5 olması üçün bu 8'lər islah getməlidir. Çünki bu çoxhədlinin hal-hazırdakı dərəcəsi 8'dir. Əgər 8'lər A'nın 3 qiymətində əks bir hədlər olur, onlar da islah gedər. Sonra dərəcəsi 5 olması üçün bu 6'lar da yox olmalıdır. İslah getməlidir. Deməli B mənfi 2'yə bərabərdir. A3 B mənfi 2. Düzgün cavabımız D variantı. 10-cu sual. X kvadratı minus 6xy plus y kvadratı bərabərdir mənfi 47. X minus y bərabərdir 1 olarsa, tənliklər sistemindən xy hasilini hesablayın. Deməli, bunun ikinci ifadənin sağlı sollu kvadrata yüksəldik. Olur. X kvadrat plus y kvadrat minus 2xy bərabərdir 1'ə. Buradan x kvadrat plus y kvadrat bərabərdir 1 plus 2xy. Gətirək, bax bu x kvadrat plus y kvadratının yerinə 1 plus 2xy yazaq. Demək 1 plus 2xy minus 6xy bərabərdir mənfi 47. Verir bizə mənfi 4xy bərabərdir mənfi 48. XY də bərabərdir, yəni biri sağa keçirdik, verdi bizə mənfi 48. XY də bərabərdir 12'yə. Bizdən XY hasilini istəyir. Düzgün cavabımız C variantı. 11-ci sual. Müstəvidən 8 desimetr məsafədə olan nöqtəyə müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Deyək ki, belə bir müstəvimiz var. Müstəvidən məsafəsi 8 desimetrdir. Uzunluğu 16 olan mail çəkilib. Perpendikuların mail üzərindəki proyeksiyasını tapın.
bu perpendikulyarın mail üzərindəki proyeksiyası. Bax budur. Bu hissədir, bax bu. Demək, bura bir n desək, hansı düsturdan istifadə edəcəyik? Metrik münasibətlərdən. Deməli, A, M, bir də S. A-nın kvadratı bərabərdir M vurulsun S. Katetin kvadratı bərabərdir katetin hipotenuz üzərindəki proyeksiyası vurulsun hipotenuz. Burada da həmin qaydanı tətbiq edirik. 8'in kvadratı bərabərdir. Bax, bura bir x desəm, x vurulsun 16 hipotenuzda. X də bərabərdir 4'ə. Düzgün cavabımız A variantı. 12. sual. Bowling liqasının oyuncuların nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə göstərilmişdir. Verilmiş nəticələri medianı ilə modasının fərqini tapın. İlk öncə ədədləri artan sırayla düzək. 2 nəfər 125. 125, 125. 4 nəfər 130, 130, 130, 130, 130. 2 nəfər 135, 135, 135. 1 nəfər 140. 3 nəfər 145, 100, 145. 145, 145. 2 nəfər də 150, 150, 150. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Moda ən çox təkrarlanandır. Ən çox təkrarlanan 130'dur. Moda. Mediana baxsaq, median birinci ədədləri artan sırayla düzülür. Sayına baxırıq. 1, 2, 3, 4, 5, 6, 8, 9, 10, 11, 12, 13, 14. 14 sayıdadırsa 6'sını sol tərəfdən ayırırıq. 6'sını sağ tərəfdən ayırırıq. Ortada qalan 2 ədədin ədəd ortasını tapırıq. 135 plus 135 bölünsün 2. Bu da bərabərdir 135'ə. Median da oldu 135. Fərqini soruşur. Medianı ilə modasının fərqi. 135 çıx 130 bərabərdir 5. Düzgün cavabımız Y variantı. 13. sual. Ədədi silsilənin ilk 10 həddinin cəmi 220'dən böyük, 260'dan kiçik. S10 220'dən böyükdür, 260'dan da kiçikdir. Bu silsilənin birinci həddi 7'yə. A1 bərabərdir 7 olarsa, bütün hədlər natural ədəd olarsa, silsilə fərqini istəyir. D bərabərdir sual. S10 açsaq, S10 bərabərdir 2A1 plus 9D bölünsün 2 vurulsun 10. 220'dən böyük, 260'dan kiçikdir. A1'in yerinə 7 yazsam, ondan 2'ni ixtisar aparaq, qalır burada 5. 2 dəfə 7'nin 14 plus 9D vur 5. 260 böyükdür 220'dən. Hər tərəfi 5'ə bölsəm, 14 plus 9D kiçikdir. 5'ə bölsəm, verir bizə 52. 5'ə bölsəm, verir bizə 44. Hər tərəfdən 14 çıxsam, 9D, 14'ü çıxaq. Hər tərəfi də 9'a bölsək, verir bizə 4 tam 9'da 2, bir də verir 4'ə bölsəm, 9'a bölsəm 3 tam 9'da 3. Silsilə fərqini tapın. Bir də bizdə şərt deyib ki, bütün hədlər natural ədədlərdir. 3 tam 9'da 3 ilə, yəni 3 tam 3'də 1 ilə
4 tam 9'da 2'nin arasında bir natural ədəd var. O da bərabərdir 4. Düzgün cavabımız C variantı. 14-cü sual. Loqaritmi 3 əsasdan x kvadrat plus x plus 3 kiçik bərabərdir 2. Bərabərsizliyin ən kiçik həllini tapın. Bu bərabərsizliyin həll etmək üçün ilk öncə loqaritmaldı ifadəni sıfırdan böyük götürürük. Daha sonra isə x kvadrat plus x plus 3 əsasımız birdən böyükdür. İşarə dəyişmir. 3 gəlir 2-ni qüvvətə qaldırır. Bu bərabərsizlər sistemini həll edirik. Birinci ifadənin diskriminantı sıfırdan kiçikdir. A da sıfırdan böyük olduğuna görə bu ifadə həmişə müsbətdir. Yəni bu ifadə həmişə müsbət qiymətlər alır. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi x-in yerinə hansı qiyməti qoysaq ifadəmiz müsbət qiymət alacaqdır. Çünki diskriminantı sıfırdan kiçikdir. İkinci bərabərsizliyi həll edək. X kvadratı plus x plus 3 çıxılsın 9 kiçik bərabərdir 0. X kvadrat plus x minus 6 kiçik bərabərdir 0. Sıfırlarını tapsaq x minus 3 plus 3 x minus 2 kiçik bərabərdir 0. Demək, bir kökümüz mənfi 3'dür, digər kökümüz müsbət 2'dir. İntervallara ayırsaq 2'dən böyük qiymətlər A-nın işarəsi müsbətdir. Müsbət, mənfi, müsbət. Sıfırdan kiçik aralıq istədiyinə görə aralığımız olacaqdır. Mənfi 3, 2 aralığı. Bərabərsizliyin ən kiçik həllini tapın. Ən kiçik həlli də mənfi 3'dür. Y variantı. 15-ci sual. Z1, Z2 kompleks ədədlərin hasilini tapın. 3 plus 2'də 1 i'ni vururuq 2 minus 3'də 1 i'yə. Bərabərdir. Çoxhədin çoxhədlə vurma qaydasından istifadə edəcəyik. 3 dəfə 2'nin 6. 3'ü 3'də 1 i'yə vursaq minus i. 2'də 1 i'ni 2'yə vursaq verir bizə i. 2'də 1 i'ni də 3'də 1 i'yə vursaq verir 6'da 1 i'nin kvadratı bərabərdir. Verir bizə i'lər islah getdi. 6. i'nin kvadratı mənfi 1 plus 6'da 1. 6 tam 6'da 1. O da verir bizə 6'da 37. Düzgün cavabımız A variantı. 16-cı sual. Nöqtələri koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrikdirsə, koordinat başlanğıcımız 0, 0 nöqtəsidir. A nöqtəsinin koordinatı A3'dür. B nöqtəsinin koordinatı 2B'dir. Bu A nöqtəsidir. Bu da B nöqtəsidir. Parçanın orta nöqtəsinin koordinatları 0'a bərabərdir. Deməli, A plus 2 bölü 2 bərabərdir 0. 3 plus B bölü 2 bərabərdir 0. A bərabərdir mənfi 2, B bərabərdir mənfi 3. Mənfi 2, mənfi 3. Düzgün cavabımız D variantı. 17-ci sual. Paralleqramın hündürlükləri 6 kök 3 və 8. Onlar arasındakı bucaq 60'dır. Paralleqramın sahəsini istəyir. Paralleqram çəkək. Paralleqramın hündürlükləri biri 6 kök 3'dür. Digəri isə 8'e bərabərdir. Demək, 6 kök 3 böyük hündürlükdür. 8 isə kiçik hündürlükdür. Bunlar arasındakı bucaq 60 dərəcədir. Paralleqram sahəsini tapın. Bura 90, bu tərəfdə 90'dır. 60, bura olacaqdır 120 dərəcə. 120 dərəcədirsə iti bucağımız olur 60 dərəcə. Bu bucaq da verir bizə 30 dərəcə. 60 dərəcə burada verəcəkdir bizə 60 dərəcə. Burada verəcəkdir 30 dərəcə. 60 dərəcəlik bucaq qarşısındakı katet kiçik katetin
Köküç mislidir. Deməli kiçik katetimiz 6'ya bərabərdir. 30 derecelik bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Orada da verir bize 12. İndi 60'ın qarşısındakı 8'dir deyə A kök 3 bərabərdir 8. A da bərabərdir 8 bölünsün kök 3. Bu hissə 8 bölünsün kök 3'tür. 30 derecelik bucaq qarşısındakı katet. Bura bir A desək, A deməkdə. Bura bir B desək, B bərabər olacaqdır. Hipotenuzun yarısıdır. 16 bölünsün kök 3'ə. Bizdən poliqramı sahəsini istəyir. Poliqramı sahəsini biz AB sinüs alfa ilə hesablaya bilərik. Bura 60 dərəcədir. Tərəfləri tapmışıq. Biri 16 bölünsün kök 3'dür. Digəri isə 12'dir. Tərəflərin. Sahə bərabərdir. Kök 3'də 16 vurulsun 12 vurulsun sinus 60 derece. Sinus 60 verir bize. 16 bölünsün kök 3 vur 12. Kök 3 bölü 2'dir. Sinus 60. Kök 3'lərimiz ixtisar getdi. 2 ilə 12 ixtisar getdi. 6. 6'nı da 16'ya vuranda verir bize 96. Düzgün cevabımız C variantı. 18. sual. Kürenin radyusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Eri 5 dəfə artırmaq lazımdır. 5 dəfə artıranda olur 5R. Kürenin həcmi 3'də 4 pi R'in kubu. Erin yerinə də 5R yazsam olur 3'də 4 pi 5R'in kubu da 125R kubu olur. Əvvəlki variantdan 125 dəfə fərqlənəcəkdir. 125 dəfə artacaqdır. Düzgün cevabımız D variantı. 19. sual. Kvadrat verib, bir də modul verib, cəmlər 0 verir. Bunların cəmi o zaman 0 olar ki, bu ifadələr ayrı-ayrılıqda 0'a bərabər olsun. Bir də x kvadrat plus 4x plus 3 bərabərdir 0. Bu x plus 3, x minus 2 bərabərdir 0. X birimiz mənfi 3, x ikimiz də müsbət 2. Bu x plus 1, x plus 3 bərabərdir 0. X birimiz mənfi 1, x ikimiz də mənfi 3'ə bərabərdir. Tənliyini həll edin. Tənliyi həll etdik. Demək. Mənfi 1, mənfi 3 aldıq. Ortaq kökümüz mənfi 3'dür. X bərabərdir mənfi 3. Düzgün cevabımız C variantı. 20. sual. Vektorlar verilmiştir. K'nın hansı qiymətində vektorun uzunluğu 17'ye bərabərdir? 3A plus B. Deməli, A vektoru verilib. 5K mənfi 2. B vektoru verilib. 2, 15, bir də 6. K'nın hansı qiymətində 3A? 3A plus B. 3A'nı hesablayaq hələ ki. 3A dedikdə, 3A vektoru dedikdə, 3'ə vuraq hər tərəfi 15, 3K, bir də mənfi 6. Plus B. 3A plus B. Bunun uyğun koordinatlarını topluyoruz. 15'in ikinci cəmi 17, 3K ilə 15, 3K plus 15, demək 6 ilə də mənfi 6'ını topladıq 0 verəcəkdir. Deyir bu vektorun uzunluğu 17'ye bərabərdir. Deməli 17'nin kvadratı plus 3K plus 15'in kvadratı bərabərdir 17'ye. Sağlı sollu kvadrata yüksəltsək, 17'nin kvadratı plus 3K plus 15'in kvadratı bərabərdir 17'nin kvadratına. İslahlarımıza aparsaq,
3k plus 15'in kvadratı bərabərdir 0. 3k plus 15 bərabərdir 0. K bərabərdir -5. Demək, K'nın -5 qiymətində vektorun uzunluğu 17'ye bərabərdir. Düzgün cavabımız D variantı. 21-ci sual. B parametrin hansı qiymətində bərabərsizlər sisteminin yeganə həlli var? X böyük bərabərdir 2b kvadratı minus 3b plus 7. Bir də x kiçik bərabərdir b kvadratı plus 5b çıxılsın 9. Deyir, bərabərsizlər sisteminin yeganə həlli var. Yeganə həlli olması üçün bu ifadələr bir-birinə bərabər olmalıdır. Demək, 2b kvadrat minus 3b plus 7 bərabərdir b kvadrat plus 5b minus 9. Keçirsək sol tərəfə, b kvadratı minus 8b plus 16 bərabərdir 0. b minus 4'ün müntərzə kvadratı bərabərdir 0. b bərabərdir 4'ə. Düzgün cevabımız B variantı. 22. sual. 2, 5, 5, 7, 7, 7, bir də 6. 7 rəqəmlərdir. 7 rəqəmlərdir. 6 rəqəmi ilə başlayır. Bax, 6 ilə başlayır. 6 ilə başlayan neçə ədəd yazmaq olar? Baxırıq, 6 ilə başlayırsa, bir rəqəmi artıq götürmüşəm. Bu ikinci yerə 6 rəqəmdən birini yerləşdirə bilərəm. Üçüncü yerə 6 rəqəmdən deyək ki, birini yerləşdirdim. Qaldı orada 5 rəqəm. 5 rəqəmdən deyək ki, birini yerləşdirdim. Qaldı orada 4. 4 rəqəmdən birini yerləşdirdim. Qaldı 3. 3 rəqəmdən birini yerləşdirdim. 2'dən 1 seçim. Yerləşdirdik. Sonuncunun da seçimi 1'dir. Bir də belə bir şey var. Bu ifadədə bu 6'nı götürmüşdə, yəni bura bir saydı. 6 rəqəmini yerləşdirdik. Bunu da bunların öz aralarında yer dəyişmələrinə bölürük. 5 ilə 5 2 ifadədirsə 2 faktorial. 7 ilə 7 3 ədəd 7 var və onlar öz aralarında yer dəyişməsi 3 faktorial. Demək, ifadəmiz bu şəkildə olur. 6 vur 5 vur 4 vur 3 vur 2 vur 1 bölünsün 2 faktorial 3 faktorial. 3 faktorialdan 6 ixtisar getdi. 2 faktorialdan 2 ixtisar getdi. Qaldı 5 dəfə 4 20. Onu da 3'e vuranda 60. Düzgün cevabımız B variantı. 23. sual. AB, BC, CD, DA. Demək, 12K burada AB'dir. 12K. 8K BC'dir. 8K. CD 2K'dır. 2K. DA da 3K'dır. 3K. Bunların ümumi cəmi 360'a bərabərdir. 12K plus 8K plus 2K plus 3K bərabərdir 360 dərəcəyə. Verir bizə 25K bərabərdir 360 dərəcə. K bərabərdir 360 dərəcə bölünsün 25'ə. Bizdən A, Y, B bucağını istəyir. A, Y, B. Bax, bu bucağı istəyir. Deməli, A, Y, B bucağını tapmaq üçün qaydanlı baxaq. Deməli, bax, burada X bucağını tapmaq üçün alfa bucağının, alfa qövsündən beta qövsünə çıxırıq. 2'ye bölürük ki, X'i tapaq. Burada da, bura 2K'dır. Bu hissədə 12K. Demək, 12K çıxılsın 2K. Bölünsün 2 bərabərdir. 12'dən 2 çıxdıq. 10K 2'ye böldük 5K. Deməli, bu B, Y, A və yaxud da ki, A, Y, B bucağı bərabərdir 5K'ya. K'nı da almışıq 360 bölü 25. 5 vurulsun 360 bölü 25. İxtisarımıza aparsaq qalır 5. Bu da verir bizə 72 dərəcə. Düzgün cevabımız 72 dərəcədir. 24. sual.
M'in hansı ən kiçik tam qiymətində parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir? Təpə nöqtə birinci rübdə yerləşməsi üçün M-də müsbət olmalıdır. M-də müsbət olmalıdır. M'in düsturu mənfi B bölünsün 2A böyükdür 0-dan. N'in düsturu 4AC çıx B kvadratı bölünsün 4A böyük olmalıdır 0-dan. Bu ifadədə B'nin yerinə durur mənfi B bölünsün 2A. Bax bu. 2 vurulsun M çıx 5 bölünsün 2. Böyük olmalıdır 0-dan. İkiləri ixtisar aparsaq, verir bizə mənfi M çıx 5 böyükdür 0-dan. M çıx 5 kiçikdir 0-dan. M də kiçikdir 5-dən. Yeni hesablasaq, 4AC A1'dir. S isə M kvadratıdır. Çıxılsın 4AC çıxılsın B'nin kvadratı. 2 vurulsun 2 çıxılsın onun kvadratı. Bölünsün 4. Böyük olmalıdır 0-dan. 4M kvadrat çıxılsın birincinin kvadratı plus ikincinin kvadratı minus birincinin ikinciyə vurmasının 2 misli. Böyük olmalıdır 0-dan. Mötərizəni açsaq 4M kvadrat çıxılsın 4M kvadrat çıxılsın 100 plus 40M böyükdür 0-dan. Deməli 100-ü də 40-a böləndə verir bizə M böyükdür 2,5-dən. Deməli bu M 5-dən kiçik olmalıdır. 2,5-dən də böyük olmalıdır. M ala bilər qiymətlər 3, 4. Ən kiçik tam qiyməti 3-ə bərabərdir. Düzgün cavabımız 3. 25-ci sual. 6 kosinus 25 kosinus 65 kosinus 40. Bu ifadəni sadələşdirək ilk öncə. Kosinus 65-in yerinə, bax bu ifadənin yerinə yazaq sinus 25. 6 kosinus 25 sinus 25. Burada da kosinus 40 dərəcə. Bərabərdir. 6-nı parçalasam 3 vurulsun 2 sinus 25 kosinus 25. Diqqətlə baxsaq bu ifadə, bax bu ifadə sinus 2 alfanın açılışıdır. Burada kosinus 40 dərəcə yazaq. Bərabərdir. Kökdə 3 vurulsun sinus 50 məxrəcdə kosinus 40. Bunlar ixtisar getdi, qaldı kökdə 3. Deməli, bu hissənin, bax bu hissənin cavabı oldu kök 3. Silək, sadələşdirək. Olur belə, kök 3 plus 1 vurulsun 3 kök 3 minus 1. Bu iki ifadələrdə vursaq, kvadratlar fərqi verir. 3 minus 1 vurulsun 3 bərabərdir 2 vur 3 bərabərdir 6-ya. İkinci cavabımız 6. Yirmi 26-cı sual. İntegral 3'dən A'ya dx x bərabərdir 3 ln 2. Deməli, dx-i sağdan yazsaq, bu x-də 1, integral 3'dən A'ya bərabərdir 3 ln 2. X-də 1-in ibtidaisi ln modulda x sərhədlər 3'dən A'ya bərabərdir 3 ln 2. A yazsam yerinə ln A çıxılsın ln 3 bərabərdir 3 ln 2. Sağa keçirsək ln A bərabərdir. Demək olur ln 2'nin kubu üstə gələk ln 3. Yəni 3'ü bu 2'nin qüvvətinə gətirdim.
ln a bərabərdir. ln 2'nin kubu 8, 8 dəfə 3'ün toplamadır deyə vururuq 24. A bərabərdir 24'ə. Düzgün cavabımız 24. Yəni toplamadır deyə bax bu. 28-ci sual. Sandığın həcmini istəyir bizdən. Sandığın aşağı hissəsi düzbucaqlı prizmadır, üst hissəsi isə yarım silindirdir. Aşağı hissəsi sandıq hər birinin kütləsi 10 olan Yirmi 8-ci sual sandığın həcmini istəyir və bərabərdir. Prizmanın həcmini tapsaq 1 vurulsun 0,6 vurulsun 0,8 bərabərdir 0,48 kub metr. Yarım silindirin həcmini tapsaq, bu prizmaydı, bu da silindirinkine baxaq. Pi r kvadrat h, pi r'in kvadrat vurulsun h. Bax diqqətlə baxsaq, bax bura 0,6'dırsa, radiusumuz düşəcəkdir bizə 0,3. R bərabərdir 0,3. H-ın da yerinə H-ımız hündürlüyümüz 1 metrə bərabərdir. Pi-nin də yerinə 3 yazırıq. Həcmi hesablayaq. 0,3'ün kvadratı vurulsun pi 3 h-da 1'dir. Bərabərdir 0,9'u da 3'ə vuranda 0,27 kub metr. Onu da bölürük 2'yə. 2'yə böldük. Bərabərdir 0,135 kub metr. İndi ümumi həcmi istəyir və fiqur bərabərdir 0,48 kub metr plus 0,135 kub metr. Verir bizə 0,5615 kub metr. 0,615 kub metr. 0,615 kub metr. Bu 28-ci. 29-cu sual. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa 10x sandığın kütləsi 24 kilogram olar. Plus boş sandıq bərabərdir 24. Sonra hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çox olan birincinin kütləsindən 20% çox olan x-dən 20% çox olan olacaqdır 1,2x. 15 eyni kütləli əşya qoyduqda 15 vurulsun 1,2x plus sandığın boş sandığın kütləsi bərabərdir 30 olacaqdır. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çox olarsa, birinci dəfə x idi, 10 dənə qoyduq 10x plus boş sandıq cəm 24. İkinci dəfə isə birinci dəfə qoyulan əşyanın kütləsindən 20% çox. Tənliyimiz bu şəkildə düşür. 15'i 1,2'ye vursaq 18 x plus y bərabərdir 30'a. Bizdən boş sandığın kütləsini istəyir. 1,2 istəyir. Ona görə də birinci tənliyi 9'a, ikinci tənliyi 5'ə vuraq. Y2 ilə y tapaq. Verir bizə 90x plus 9y bərabərdir
36, 216. Bu da edir 90x plus 5y bərabərdir 150. Tərəf-tərəfə çıxsaq, verir bizə 4y bərabərdir 66, y də bərabərdir 66 bölünsün 4. Y bərabərdir 2-də 33, o da verir 16 tam 10-da 5. Düzgün cavabımız 16 tam 10-da 5 kiloqramdır. Adalın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması üçün hadisənin ehtimalını tapın. Mümkün hal sayına baxaq. 4 rəqəmli 10 rəqəmimiz var. 10'unu hər birinə yerləşdirə bilərəm. Mümkün hal sayı 10 vur 10 vur 10 vur 10. İndi əlverişli hal sayına baxaq. Rəqəmlər müxtəlif olmalıdır. 10 rəqəmdən birini yerləşdirdik. Qaldı 9 rəqəm. 9 rəqəmdən birini yerləşdirdik. Qaldı 8 nəfər. 8 rəqəmdən də birini yerləşdirdik. Qaldı 7 rəqəm seçim variantı var. Əlverişli hal sayını da surətə yazaq. Ehtimalı hesablamaq üçün ixtisarlarımızı aparsaq, deməli 2'yə apardıq. Burada qaldı 5. 2'yə getdi 5. 2'yə getdi 5. Qalır məxrəcdə 125, surətdə də qalır 63. Düzgün cavabımız 125'də 63.